Azərbaycanın baş prokuroru Kamran Əliyevlə Özbəkistanın baş prokuroru Nigmatilla Yuldoshev arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan prezidenti İlham Əliyev, Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan yüksək səviyyəli qarşılıqlı etimada və siyasi iradəyə əsaslanan dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə dinamik inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bildirilib ki, dövlət başçılarının həyata keçirdikləri məqsədyönlü siyasət hüquq mühafizə orqanları arasında əməkdaşlığın da keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə əlverişli zəmin yaradıb. Tərəflər ikitərəfli hüquqi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyənləşdirilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, transmilli mütəşəkkil cinayətkarlıq, korrupsiya, kibercinayətkarlıq, terrorçuluğun müəyyənləşdirilməsi, insan alveri və digər müasir cinayət təzahürlərinə qarşı mübarizə, habelə rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş çərçivəsində Azərbaycanın baş prokurorluğu ilə Özbəkistanın baş prokurorluğu arasında 2027-2028-ci illəri əhatə edən əməkdaşlıq proqramı imzalanıb. Proqram iki ölkənin prokurorluq orqanları arasında institusional əməkdaşlığın daha da möhkəmləndirilməsinə, qarşılıqlı səfərlərin, birgə təlimlərin, ekspert mübadiləsinin və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyətin genişləndirilməsinə xidmət edir. Nigmatilla Yuldoshev göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Özbəkistanın baş prokurorluğunun Azərbaycanın baş prokurorluğu ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini, bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə davam etdirilməsi üçün bütün zəruri səylərin göstəriləcəyini vurğulayıb. Görüş zamanı Azərbaycan və Özbəkistan prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi mühüm töhfələr nəzərə alınaraq Nigmatilla Yuldoshev-ə Azərbaycan prokurorluğunun 100 illiyi Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib. Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası prokurorluğunun tarix muzeyi ilə tanış olub. Prokurorluq orqanlarının yaranma tarixi, inkişaf mərhələsi, institusional islahatlar və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb.